Videoya diqqətlə baxın. 6500 manata Priora çıxır. Yəni bu qiyməti olan maşınları çox fikirləşməyin, xahiş edirəm. Qalmayacaq. İndi isə reklamımız davam edir. Hər vaxtınız xeyirli olsun. Vitamin. Spirtli içkilərdən uzaq durun. Saf su için. Vitamin. Faizini gözləyin. 2011-ci il 1.6 motoru. Axşam xincəldəyik. Hə, tamam. Əyilməyən klapanlardan. Yəni deyim bilərsiniz. Motor, korobka həmsi əla vəziyyətdir. Bu avtomobili alıb-satmasında ən çox maraqlandıran suallardan biri ki, ekran necədir? Ekran nətəli bir telefon alır. Ekran necədir? Ekran lenti yanmır. Ekran salamatdır. Udar yoxdur, dəyişən yoxdur. Kraska dəyən yerləri var. 2011 maşın zəbi kraska soruşmur, çox haqqıdır, gülməlidir. Maşın 6500 manat sonu qiymətlə satılır, bu görə satılmalıdır. Yəni patresdəki mamsı üstündə. İbraşka, göstər. Damla topladı. Axşam xincəldəyik. Hə, uşaqlar. Deməli, hazır otursun vəziyyətdə Priora. Çox fikirləşməyin, çünki fikirləşirsiniz. Valla o qədər zirək adamlar var ki, siz fikirləşən kimi gəlib maşını götürüb çıxıb gedir. Sonra deyirsiniz ki, ayda Priora niyə qalmadı? O qiyməti axtarırdım, mən ona gücüm çatırdı. Hər yerdə bahadır. Paylaşmışıq. Kimin əgər ehtiyacı varsa gəlsin götürsün geçsinlər. Mən deyirəm. Deyəcəklər. Qapı açılmır da. Qapı açılmır da. Ay sağ ol. Bu göstərəm də səbir oldu. Bu Sovet maşinidir də hocam. Jigulidir də Jiguli. Canavar. Hamısı işləyir. Təkərlər təzə. Sən göstər. Özür dilərim. Bu iPhone-lar. Canavar. Göstər. Əzizlərim, uzun sözün qısası 6500 manata bu avtomobil satışa çıxdı. Nəyə var hamısını dediyi, kim istəsə buyura bilər. Motor korobkamız qaydasında, sənədlər də qaydasında. 6500 manat. Avtomobil salonunda da satışına start verdik. Gəlin bu qara pişiyi aparın.